Vaxtınız xeyir. Bugün sizinlə, yəni 5 aprel 2026-cı il tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanı riyaziyyat fənninin suallarına baxırıq. Deməli, birinci sual başlayır 57-dən. Deməli, deyir ki, əkin yerinin sahəsi 30 hektardan artırılıb 42 hektar oldu. Əkin yerinin sahəsi neçə faiz artdı? Deməli, 42 hektar idi. 30 hektardan 42 artıbdır. 30 hektar idi, olub 42. Yəni 12 hektar artıb. 42-dən çıxırıq 30-u, 12 hektar. Bölürük ilkin qiymət 30-a, vururuq 100%-ə. Yəni qiymətin dəyişməsindən faiz ifadəsi var idi. Bunun təbii ki, qaydası da düstursuz da yazma olar. A çıx B böl A vur 100%. Qiymətin dəyişməsindən faiz ifadəsi. Yəni 30 hektar 42 hektar olub 12 hektar artıbdır. 12 hektar artıb. Nə artıb 12 hektar? 30. Yəni 12 30-un neçə faizdir? 10 istəyir bizdən. 12-ni bölü 30-a vuruq 100-ə. Sıfırlar gedər. 12-ni 3-ə bölsəm 4, 4-ü ona vursam 40%. Yəni 30 42 olubdu, 12 hektar artıb. Artım 12-dir. Nə artıb? 30. 30 12 hektar artıb. Yəni 12 30-un neçə faizdir? 10 tapırıq. 12-ni bölürük 30-a vuruq 100-ə. Eləyir 40. 58 tənasübdür. Tənliyi həll edin. Tənasübün çarpaz vuracaq. 12 bölünsün x bərabərdir. Mənfi 3-ü yuxarıda yazıram. Mənfini yəni. Çarpaz vururuq tənasübdən. Mənfi 3x-ə vururuq. Mənfi 2x. Bərabərdir. 12-ni 4-ə vururuq. 48. X-ə bərabərdir. 48 mənfi 3-ə bölsək mənfi 16. D variantı. 59. X bərabərdir 2x. 5x plus y bərabərdir 21. Təniklər sistemini həll edin. 5x-i yazırıq, üstə gəl, y-in yerinə 2x yazacaq. Y 2x-ə bərabər olduğu üçün y-in yerinə 2x yazacaq, bərabərdir 21. 5x-dən 2x edir 7x, 7x bərabərdir 21, x bərabərdir 21-i 7-yə bölsək 3. X 3-dürsə, yerini yazırıq, y bərabərdir 2 vurulsun 3. 2-ni 3-ə vursaq 6. 3, 6. Cavab isə yəqin ki, D variantıdır. Cavab D. 60. K-nın hansı ən böyük tam qiymətində? 0,4 dövrdə K, üstə gəl 0,10 K, dövrdə 4. Kəsir, düzgün kəsirdir. Əvvəlcə bunu sadələşdirək. Yəni, mötəzəncə 9-ların sayı, bu isə sıfırların sayını bildirir. 90-da 4K, 4K, üstə gəl K. Daha doğrusu çıx K. Ümumi ədəd kimi baxırıq 4K, çıxırdıq. Çıx K yox, daha doğrusu 4. 4, üstə gəl 9, 0. 90-da vergüldən sonraki bütöv ədəd kimi baxırdıq. K4 çıxırdıq. Vergü ilə mötərizə arasındakı ədədi. K-nı. Bütöv ədəd kimi baxırıq. 4K. Çıxırıq vergü ilə mötərizə arasındakı ədədi. Bütöv ədəd kimi baxırıq. K4. Çıxırıq mötərizə vergü arasındakı ədədi. Bərabərdir. Ortaq məxrəc olur. Hər ikisinə 90. 40 deməkdir. 40 neçədə? Yəni bu 40. Üstə gəl K. Çıx 4. Üstə gəl. Bu da 10K. Üstə gəl 4-də açılışı. Çıxılsın K. Bərabərdir. K'lar gedir. Burada qalır 10K. 4-lər də gedir. Üstə gəl 40. Bölünsün 90. İndi bizə deyir ki, bu kəsir düzgün olsun. Düzgün olması üçün kəsirin sürəti məxrəcindən kiçik olmalıdır. Sürət 10K üstə gəl 40. Kiçik olmalıdır məxrəcindən 90. Kəsir o zaman düzgün olar ki, sürəti məxrəcindən kiçik olsun. 10K kiçikdir. 90-dan 40-ını çıxıram 50-dən. K da kiçikdir. 50-ni 10-a bölsəm 5-dən. 5-dən kiçik K'lar neçədir? 1, 2, 3, 4. K-nın hansı ən böyük tam qiymətində? 4. D variantı. 61. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilmişdir. Maillərin otacaqlar arasındakı məsafəni tapın. Bu düz xətti 4 cm məsafədə. 4 cm məsafə buradır. 4 cm məsafədə nöqtənin 5 cm uzunluğu 2 mail çəkilib. 1 mail çəkilib 5-dir. Digər maildə 5-dir. Maillərin otacaqlar arasındakı məsafə buradan bura qədər məsafədir. Deməli, Pifaqor ədədlərinə görə 5, 4, bura olur 3. Yenə 5, 4, düz bucaqlı bucaqdan bura üstü. Üstləri toplasaq 6. Maillərin otacaqlar arasındakı məsafə 6-dır. 62. Əbob AB bərabərdir 5. Bərabərdir 5-ə.
A vur B-də 75-dir. Əgər A ilə B-nin əbobu 70-dirsə, əbob A və B-nin ortaq vuruqlarının ən böyüdür. Yəni A və B-nin ortaq vuruğu 5-dir. Yəni A-nın da içində 5 var, B-nin içində 5 var vuruqların içərisində. A və B-nin ortaq vuruğu ən böyük ortaq bölən, yəni ortaq vuruq 5-dirsə, A-nın içində 5-in vuruğu var, B-nin də. Ortaq olmayanlar da olsun X, Y. Deməli, A və B-nin ortaq vuruğu 5-dir. Ortaq olmayanlar X ilə Y-dir. A vurulsun B bərabərdir 75. Bu əvvəlkilərdə də buraxılışa düşüb. A-nın yerinə yazırıq 5X, B-nin yerinə yazırıq 5Y. Bərabərdir 75-ə. 25XY bərabərdir 75. XY bərabərdir 75, 25-ə bölsək 3. Hansı ki natural ədədi bir-birinə vursaq 3 eləyər? 1-dən 3-ü. Fərqi yoxdur. İstəyirsiniz X-i 1 götürün, Y-i 3 və yaxud da tərsindən götürə bilərsiniz. Deməli, X-i 1 götürsək 5 vurulsun 1, 5 olur A. Y-i 3 götürsək 5 vurulsun 3, 15 olur. A üstə gəl B cəmlisdir. 5-dən 15 toplasaq 20. Cavab olacaq burada 20 A variantı. 63. 2x çıxılsın 1, 2x plus 1 çıxılsın 4x vurulsun x minus 3 bərabərdir 35 tənliyini həll edin. Kvadratlar fərqidir bu. A çıxılsın B, A plus B bərabərdir. Müxtəsər vurma düsturuna görə A kvadrat çıxılsın B kvadratına. Onda bu olacaq deməli 2x-in kvadratı, yəni 4x kvadratı çıxılsın 1-in kvadratı 1. Çıxılsın 4x x-ə vururuq 4x kvadratı, üstə gəl mənfi 4x-i mənfi 3-ə vursa müsbət 12x. Bərabərdə 35-ə. 4x kvadratları islah olur. 12x bərabərdir. Mənfi 1-i sağa keçib 35-lə toplasam 36 eləyəcək. X də bərabərdir 36-ı 2-yə bölsə 3. Cavab 3 olur B. 64. A bərabərdir 4-də 1 olduqda 3 üstü mənfi 2A vurulsun 3 üstü 6A ifadəsinin qiymətini tapın. Əsas olduğu kimi qalır 3. 3 olduğu kimi qalır vuranda. Əsaslar eynisə əsas qalır, üstlər toplanır. Mənfi 2-nin müsbət 6-nı toplasam müsbət 4A. Müsbət 4A. O da bərabərdir. 3 üstündə 4 vurulsun. A-nın da yerinə 4-də 1 yazırıq. 4-lər də ixtisar getsə qalır 3 üstü 1. Yəni 3. Cavab olur burada. Y variantı yəqin ki 3 olub. 3. 65. Dairənin radiusu 5 dəfə artarsa sahənin neçə dəfə artar? Dairənin sahə düsturu pi r kvadratıdır. S-in r kvadratik asıdır. Yəni r necə dəyişirsə S onun kvadratı dəfə dəyişir. Yəni radius 5 dəfə artarsa 5-in kvadratı 25 dəfə artmış olacaq. C. Olar ki çevrənin uzunluğu soruşa. Çevrənin uzunluğu 2 pi r-dir. Radius 5 dəfə artanda çevrənin uzunluğu da elə 5 dəfə artır. Amma sahədə r kvadratı deyə 25 dəfə 5-in kvadratı, yəni 25 dəfə artır. 66. A-dan C-yə 7-dir. C-dən də B-yə 14-dür. A-dan B istəyir. 7 ilə 14 toplayırıq. Eləyir 21. Sadə bir sual idi. A variantı. 67. 2 vurulsun kök altında 25. Çıxılsın kök altında 16. Üstə gəl 2 kök altında 9. Bu da rahat sualdır. Deməli 2 vurulsun kök altı 25-dən 5 çıxır. Kök altı 16-dan 4 çıxır. 2 vurulsun kök altı 9-dan da 3 çıxır. 2-ni 5-ə vursaq 10. Çıx 4. 2-ni 3-ə vursaq 6. 10-dan 4 çıxanda 6. 6-nın üstü 6 gələndə eləyir 12. Bu da ikinci variantda 12 var. Cavab 12-dir. 68. Əbob 30-36-nı tapın. 36-nı 5 vur 6. 30 daha doğrusu. 36-nı da 6 vur 6 kimi yazsaq. Görürük ki ortaq vuruq 6-dır. Ortaq olmayanda 5-dən 6 artıq ortaq olmayanda. Elə əbob olur 6. Bir də qısaca tapa bilərsiniz. Əbob ortaq vuruqlardır. Və yaxud da ki normal vuruqlar aymanın həlli 32, 15, 15 3-ə 5, 5-i 5-ə 1. 36-nı 2-yə 18, 18-i 2-yə 9, 3-ə 3, 3-ü 3-ə 1. Ortaq olanları seçirik. 2 ilə 2 ortaqdır. 3 ilə 3 ortaqdır. Başqa ortaq vuruq yoxdur. Həmin o 2 ilə 3-ə vururuq. Cavab eləyir 6. 69. Y bərabərdir. 5x çıxılsın 17. Funksiyasının qrafik üzərində yerləşən ordinantı y-i 3 olan nöqtənin apsisini tapın. Ordinant y-dir. Y-in yerinə 3 yazacaq. 3 bərabərdir. 5x çıx 17. Mənfi 17-ni atıram sola 3-ün yanına.
3 plus 17 bərabərdir 5x. 3'dən 17'ni toplasam 20 bərabərdir 5x. X bərabərdir 20'ni 5'e bölürük 4. Burada yine Y variantı yəqin ki 4'dür. 70-ci sual. Kubun neçə tili var? Kubun 12 tili var, 6 üzü var, 8 təpə nöqtəsi var. Tillərinin sayı 12'dir. Çəksək. Kubu çəksək. Kub budur. Tillər də, bax bu gördüyümüz xətlər var. Bu tillərdir. 1, 2, 3, 4. 4 til oturacaqdadır. 1 til, 2 til, 3 til, 4 til. 4 til yandadır. Oldu 8 til. 1, 2, 3, 4. 4 til də yuxarıdadır. 3 dəfə 4'üm eləyir 12. 12 tili var Y. 71. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqardan 2-7 mislidir. Vüqarın qazanma ehtimalı x-dirsə, Həsənin qazanma ehtimalı 7 misli 7x-dir. Əlinin qazanma ehtimalı 2 mislidir. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni bu 7 qız əlinin qazanma ehtimalının 2 mislidir. Onda bu bunun yarısı olacaq. 3 onda 5x. Təkrardan deməli, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalı 7 mislidir. Vüqarınki x-dirsə, Həsənki 7 misli 7x-dir. Həsənin qazanma ehtimalı əlinin qazanma ehtimalının 2 mislidirsə, yəni bu 7 qız nəyin 2 mislidir? 3 onda 5'in. Yəni əlinin qazanma ehtimalı bunun yarısı olur. Əlinin qazanma ehtimalını topun. Bunları toplasaq 10 tam onda 5, 11 tam onda 5 x edir. Əlinin qazanma ehtimalını istəyirsə, sürətdə yazacaq 3 onda 5 x-i, mərkəzdə də 11 tam onda 5 x-i. X-lar gedir. X-lar gedir. 10'a vursam 35 bölünsün 115. 5'e bölsəm 7. 5'e də bölsəm 23. 23'də 7 olur D variantı. Bu biraz fərqli düşüb, yəni. Ola bilsin ki, əksər uşaqlar bu sualda çaşa. 72. 4 vurulsun 12 üstü n. 12 üstü n-i 4 üstü n vurulsun 3 üstü n kimi ayıra bilərik. 12 3 vur 4 deməkdir. Ona görə 4 üstü n 3 üstü n. 3 üstü n çıx 1'i 3 üstü n böl 3 üstü 1 kimi ayırıq. Çünki böləndə 3 qalır, 3'lər çıxılır, n minus 1'i verir bizə. Və bunun da 2 üstü 2n bölünsün 2 üstü 1 kimi ayıraq. Çünki 2 üstü 2n 2 üstü 1 böləndə 2 qalır, 3'lər çıxılır. 2 üstü 2n elə 2'nin kvadratı 2 üstü 2n elə 4 üstü n deməkdir. 4 üstü n'lər gedir. 3 üstü n'lər gedir. Yuxarıda qalır 4. Aşağıda qalır 1 bölünsün 6'da 1. 1'lər qalıb. Burada da 6'da 1. 4 6'da 1'ə böləndə tərsinə 1 də 6'ya vururuq. 4 də 6'ya vursaq 24. Burada cavab 24'dür. 73. Diaqramda A və B çoxluqların elementlərinin sayı haqqında məlumat vermişdir. Bu ifadə olarsa n, B çıxanı tapın. Deməli 4 vurulsun n, A çıxılsın B bərabərdir n, A birləşmə B-yə. Baxaq, 4 vurulsun A çıx B, Euler-Venn diaqramda bizdə bu hissədir. 2x plus 8-dir. Bərabərdir. Birləşmə hamısı deməkdir. Hamısını toplamalıyıq. Birləşmə hamısı deməkdir. Hamısı 2x plus 8, üstəgəl 3x plus 1, üstəgəl 4x plus 5. 4'ü 2'ye vursam 8x plus 32 bərabərdir. 2x, 3x, 5x, üstə 4 gəlsəm 9x. 8 ilə 1, 9 üstə 5 gəlsəm 14. 9x-dən 8x-ə çıxırıq. 1 qız, 34-dən də 32-dən də 14 çıxanda 18. Aha, indi bizdən də 5 çıxanı istəyir. Burada 5 çıxadı. N, 5 çıxılsın A bərabərdir. 4x plus 5. 4 vur 18. Üstə gəl 5. 72 üstə gəl 5. 77. Deməli, burada da olacaq 77. Deməli, 74'dən C, D, O, B, bu da A'dır. Çünki bucaq B bərabərdir bucaq D-yə. Bucaq B-yə 1 alfa desəm, bucaq D-yə bərabərdir, bu da alfadır. AB ilə OC bərabərdir. AB ilə OC. O da 6'dır. Deməli, AB-yə də 6 yazırıq, OC-yə də 6 yazırıq. AO da 5'dir. AO 5'dir. Bizdən CD-ni istəyir. CD də olsun X. Bura bir beta desəm, qarşılıqlı bucaqlar bərabərdir. Burada beta olur. Alfa, beta, alfa, beta. Əgər bir bucağın 2 bucağı, o birisi 3 bucağın 2 bucağına bərabərdirsə, onda bucaq əlamətinə görə bunlar oxşardır. Alfa, beta, üçüncüsü qamma'dırsa, avtomatik alfa, beta. Burada üçüncü bucağı qamma qalır.
Baxa bizdən nə istəyir? Bax, bu üçbucaqda betanın qarşısındakı x istəyir. Digər üçbucaqda betanın qarşısı 6-dır. Bu üçbucaqda alfanın qarşısı var əlimizdə 6-dır. Burada isə alfanın qarşısı 5-dir. Çarpaz vursaq 5x bərabərdir. 6-nı 6-ya vuruq 36. X də bərabərdir. 36-nı 5-ə bölsək 7,2. 75-ci sual. ABCD üzbucaqlısında AM perpendikulardır DM. AB 6-dır. AM də 12-dir. ADM-in dərəcəsini tapın. ADM-in dərəcəsini tapın. Deməli, bax, bu düzbucaqlı üçbucaqda da bu üçbucağa fikir versək, düzbucaqlı üçbucaqda baxırıq ki, 6 kateti 12 hipotenuzunun yarısıdır. Hansı bucağın qarşısında duran kateti hipotenuzun yarısı orada 30 dərəcənin. 30 dərəcə olmalıdır ki, qarşısındakı 6 12-nin yarısı olsun. 30 90, bura 60 dərəcədir. Düzbucaqlının bütün bucaqları 90-dır axı hər birisi. 90-dan 60 çıxanda 30 qalır. 30 bura, 90 bura üçbucaqdan. Burada 60 dərəcə qalır. Üçbucağın daxili bucaqların cəmi 180, 90, 30, 120, 180, 120 çıxanda 60 dərəcə qalır. Bizdən də ADM istəyirdi. ADM 60 dərəcə olur. 76. Rəhim birinci gün kitabın 40%. İkinci gün 5%. Bax, kitab 100%. Kitab 100%. 40%-ni oxudu. Sonra 5%-ni oxudu. Qalanın 5%-ni demir. Sadəcə deyir ki, ilk 5%-ni oxudu. Deməli, 100-dən 40 çıxanda 60, 60-dan 5-in çıxanda 55% qaldı. Və qalan 110 səhifəni oxuyub, 3-cü gündə qalan 110 səhifəni oxudu. Qalan neçə faizdir? 55%dir. Deməli, kitabın 55% qalmışdı. Bu qalan 55% də 110 səhifədir. Çünki deyir ki, qalan 110 səhifəni 3-cü gün oxudu. 3-cü gündə neçə faiz qalmışdı? 55% qalmışdı. Deməli, kitabın 55% 110 səhifəsi bütöv kitabda 100%dir. 100% də x səhifədir. 55x bərabərdir. 110 vurulsun 100. X-i tapmaq üçün mən bunu bölməliyim 55-ə. 110-u 55-ə bölündə 2 dəfə düşür. 2-ni də 100-ə vursaq 200. Cavab 200-dür. 77. Bərabərsinin ən kiçik tam həllini tapın. Deməli, hər tərəfi bərabərsinin 3 çıxılsın kök altı 10-a bölürük. 3 kök altı 9 deməkdir. Çox kök altı 10. Mənfədətdir. Mənfədə böləndə bərabərsizlik işarəsini dəyişir. X böyükdür 5,5 olur. 5,5-dən böyükdür. Ən kiçik ədəd 5,5-dən sonra hansı ədəd gəlir? 6 gəlir. 78. Düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafələr bərabərdir. Aradakı məsafələr bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. Deməli, burada bir A ağacı var. A ağacı olsun bura. Burada ən sonuncu B ağacıdır. A ağacı. Bunların da arasında bir C ağacı var. Buradakı aralardakı məsafələr də bərabərdir. Ağac arasındakı məsafələr hamısı bir-bir belə bərabərdir. A və C ağac arasındakı məsafə C və B ağac arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. A-dan C-yə 3x-dir. C-dən də B-yə 4x-dir. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Deməli, 85 ağac əkilibsə, yadda saxlayın. Burada bölgülərdən söhbət gedir də, bölgü 84 olacaq. Bir az götürük. Bax, məsəl üçün, fikir verin. 1 ağac, 2 ağac, 3 ağac, 4 ağac, məsəl üçün, 5 ağac çəkdim. İndi görün, burada neçə bölgü var? 1, 2, 3, 4. Bölgü bir vahid az götürülür. Yəni, 85 ağac varsa, burada 84 bölgü var. Yəni, bu 3x-la 4x-in cəmini biz 85-i yox, 84-ə bərabər eləyəcək. 3x plus 4x bərabərdir 84-ə. Çünki burada 84 dənə, bax, belə bölgülər var. 7x bərabərdir 84, x də bərabərdir 12. İndi A-dan C-yə deyir, C A-dan neçənci ağacdır? 3-ü vuram 12-yə, 3 vur 12, 36. Bu o deməkdir ki, A-dan C-yə qədər 36 bölgü var. 36 bölgü varsa C neçənci olacaq? 37-ci. Axı bu 37 ağac olmalıdır ki, bunların arasında 36 bölgü olsun. 36-nın üstə 1 gəlirik, olur 37. Burada cavab 37-dir. 79. İti bucağın tən bölənini trapesiyanın 2-3 oxşar üçbucağa ayırır. İti bucağın tən böləni dediyi üçün bunları yazaq alfa, alfa. 2 dənə oxşar üçbucaq var. Yəni bunlar oxşar üçbucaqdır. Oxşar üçbucaqda deməli bunların bucaqları bərabər olmalıdır. Otocaqları isə 7 ilə 28-dir. Trapesiyanın perimetrini tapın. Deməli bura alfadırsa, daxili çarpaz bucaq burada olacaq alfa. Baxın buradan bu bucaq alfadırsa, bunun çarpazı burada olmalıdır alfa. İki paralel düz xəttin kəsin önünə gətirdiyi daxili çarpaz bucaqlar bərabərdir.
Bu bucaq alfa, bu bucaq alfadırsa burada yaranır bərabər yanlı üç bucaq. Bu bucaqla bu bucaq bərabərsə bu tərəfində bu tərəf bərabər olmalıdır. Onda bura 7-dirsə, burada olur 7. Üçüncü bucaqda olsun beta. İndi bu bərabər yanlı üç bucaq olduğu üçün bu da bərabər yanlı üç bucaq olmalıdır. Onda bu iki bucaq alfadırsa, bucaqlar bərabər olsun, bunda iki bucağı alfa olmalıdır. Bura alfa olmalı, çünki bunun tənböləni olmur da, bura olacaq alfa. Bura alfa, onda burada qalır beta. Yəni bunun iki bucağı alfası, bunda iki bucağı alfa, biri də beta olmalıdır. Onda bu bucaqla bucaq bərabər olduğu üçün bu tərəflə də bu tərəf bərabərdir. Bunlar da olsun. Aşağıya əsasən burada alfanın qarşısı 7-dir. Burada isə alfanın qarşısı x-dir. Bettanın qarşısı x-dir. Burada da bettanın qarşısı 28-dir. Uşaqlara aid 2 sual oldu. Yəni bu artıq bu buraxılışda bayaqda uşaqlara aid bir sual vardı. 2 sual oldu bundan. X-ə vursaq x kvadratı bərabərdir 7 vurulsun 28-ə. X-in kvadratı bərabərdir 7 vurulsun 28-ə, 7 vur 4 kimi parçalayırıq. X də bərabərdir 7 vur 7 49-dan 7 çıxır kök. 4-dən də 2 çıxır. 14. Yəni bu 196 eləyəcək. 196 14-ün kvadratıdır. X-ə tapdıq 14. İndi perimetri hesablaya bilərik. Perimetr bərabərdir 7, 7, 14, 28. Bunları toplasaq 28 plus 28 56 eləyəcək. Burada cavab olur 56. 80. Sahəsi bu düsturu ilə verilən düzbucaqlı formasından metal lövhədən sahəsi bu olan S1 bax bura. Yəni bax budur. Düsturda verilən düzbucaqlı isə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin enini m x ilə ifadə edin. Qalan hissə budur. Buna bənzər sual 11-lərdə düşübdür. Əvvəlki illərdə. Eyni sualda x-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var? X-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var? Deməli, ümumi sahə S2-dir. Onda mən S2-dən S1-i çıxsam, yerdə qalacaq buranın sahəsi. Burada bir S deyirəm. Onda S bərabərdir, S2 çıxılsın, S1. Bütöv S2-dən S1-i çıxsam, bu S tapacaq. Deməli, S2, x-in kubu, üstə gəl 2x kvadratı, üstə gəl 8x, üstə gəl 16-dır. Çıxacaq, bax bu S1-i. X-in kubu, x-in kvadratı 12, qısıq 12. Yəni, çıxanda bunların hamısı minusa çevrilir. Bərabərdir, x kubu gedir. 2x kvadratından x kvadratını çıxanda 1x kvadratı. 8-dən 12 çıxanda 4x. 16-dan da 12 çıxanda müsbət 4. Bu da x plus 2-nin, x minus 2-nin kvadratıdır. Aha, deməli, bax, bu qalan hissənin sahəsi S bərabərdir. X çıxılsın 2-nin kvadratıdır. Və bura x çıx 2-dirsə, onda burada x çıx 2-dir. Bax, bu n-i x çıxılsın 2-dir. X çıxılsın 2-dir. Bir də deyir ki, m-i x ilə ifadə edin. Əvvəlcə, indi baxın, bu düzbucaqlıya baxın. N-i m-dir. Uzunluğu x çıxılsın 2-dir. N-ini uzunluğuna vursam, mən bax bu sahəni tapacam. X çıxılsın 2-nin kvadratını tapacam. N-ini vursam uzunluğuna, x çıx 2-nin kvadratını tapıram. M də bərabərdir. X çıx 2-yə bölsəm hər tərəfi qalır. X çıxılsın 2. M tapdıq, x çıxılsın 2. İndi ki, x-in hansı ən kiçik tam qiymətli məsələnin həlli var. Tərəf, x çıx 2 tərəfdir. Tərəf də mənfi olmaz, 0 olmaz. Yəni, burada x çıxılsın 2 böyük olmalıdır 0-dan. X çıx 2 0-dan böyük olmalıdır. X böyükdür 2-dən. 2-dən böyükdür. X nə olacaq? 3. X bərabərdir 3 olacaq. 3 və m bərabərdir. X çıx 2-yə cavabdır. 81. Tənliyi ilə verilmiş çevrənin daxilini çəkmiş kvadratının tənliyinin sahəsini tapın. Biz əvvəl çevrənin tənliyini yığmalıyıq. Bu üçün x-ləri bir qruplaşdırıq. X kvadratı üstə gəl x. Üzərinə elə bir hədd əlavə etməliyik ki, bu bizə müxtəsər versin. A üstə gəl b-nin kvadratını versin. X-in əmsalı 1-dirsə, bu 1-i bölürdü 2-yə, 2-də 1-in kvadratını. Yəni 4-də 1-i əlavə edirdik. 4-də 1-i əlavə etdiyim üçün 4-də 1-i çıxırıq. Üstə gəl. İndi y-ləri yazırıq. Y kvadratı. Çıx 5y. Həmin bu 5-i bölürük 2-yə. 5 bölü 2-nin kvadratını əlavə edirdik. Yəni 4-də 25-i. 4-də 25-i əlavə etdiyim üçün 4-də 25-i çıxırıq. Bərabərdir 29 tam onda 5-ə. Aha.
İndi bu bizə verir x plus 2-də 1-in kvadratını. Bu bizə verir y çıx 2-də 5-in kvadratı. 2-də 5-in kvadratı. Mənfi 4-də 1-lə mənfi 4-də 25, mənfi 4-də 26 eləyir. 2-yə də bölsəm 13 bölünsün 2 eləyəcək. 29 tam 10-da 5. X plus 2-də 1-in kvadratı. Üstə gəl y çıxılsın 2-də 5-in kvadratı. 6 tam 10-da 5 eləyir. Üstə də gəlsən 36 eləyəcək. 6 tam 10-da 5 ilə bunu toplasam 36. Çevrənin tənliyi belə idi da. X çıx 6-nın kvadratı, A-nın kvadratı, y çıx B-nin kvadratı bərabərdir R kvadratına. R kvadratı 36-dır. Deməli, R də bərabərdir 6-ya. Çevrənin radiusu 6-dır. İndi deyir ki, çevrənin daxilini çəkilmiş kvadratının sahəsi. Deməli, çevrənin daxilini kvadrat çəkək. Və bu çevrənin radiusu 6-dır. Onda bu da diametridir. Çevrənin diametridir və eyni zamanda kvadratın diaqonalıdır. İndi çevrənin radiusu 6-dırsa, diametri 12-dir. Kvadratın da diaqonalı 12-dir. Diaqonalı 12 olan kvadratın sahəsi də D kvadratı bölünsün 2-dir. 12-nin kvadratı bölü 2. 144 bölünsün 2. Bu da olur 72. Ətraflı yazılar biraz ağır suallardır. Ballar da çoxdur. Yəni belə hər sual, qapalı suallar asan idi, rahat idi. Açıq suallar nisbətən biraz sualların səviyyəsini çətinləşdirdilər. Ətraflılar da ümumiyyətlə çox da asan suallar deyil. Yəni hər bir uşağın cavablandıracaq suallar deyil. Bu qədər, növbəti videolarda görüşənədək sağ olun.